Əslində oradan başlayaq ki, Paşinyanın Türkiyə səfəri təsadüfən ortaya çıxmadı və bu Ermənistan ətrafında, Güney Qafqazda yaranmış geopolitik durumla bağlıdır. Paşinyan hesab edirəm iki səbəbdən Türkiyə getdi. Bir daxili səbəblərdir, bir xarici səbəblər. Daxili səbəbləri bir qismini Rauf bəy dedi. Birisi ki, Ermənistan bir il sonra seçkilərə gedəcək və Paşinyanın reytinqi əvvəlki dövrlərə nisbətən bir xeyli aşağı düşüb. Doğrudur. Bu o demək deyil ki, paralelində müxalifətin reytinqi artıb. Yəni, erməni cəmiyyətində sanki siyasi proseslərə biraz da laqeydlik, apatiya yaranır. Və Paşinyan da gələn il həm də hakimiyyətini qorumaq niyyətindədir. O baxımdan real addımlar atmağa çalışır. Hal-hazırda qeyd olunduğu kimi daxildən, xüsusilə də revanşist qüvvələr, Rusiya bağlı Qarabağ klanı, digər qüvvələr və üstəgəl kilsə hal-hazırda Paşinyanla ciddi münaqişədədir və Paşinyana qarşı bir impeachment hərəkatına cəhd edilir. Bunun baş tutacağı açığı çox ciddi şübhə altındadır. Mən düşünmürəm ki, Ermənistan parlamentində o 28 deputatdan artıq, yəni bir neçə nəfər də ola bilər ki, 54 deputat səsi orada imzası toplansın. İkinci təzyiq, üzr istəyirəm, səbəb bu xarici təzyiqlərlə bağlıdır. Xüsusilə də Rusiyanın son dövrlər Ermənistana artan diqqəti çox ciddi məsələdir. Biz Lavrovun və Matviyenkanın səfərlərini və verilən mesajları nəzərə alsaq, görərik ki, Rusiyadan da müəyyən təzyiqlər artmaqdadır. Çünki Rusiya Ukrayna cəbhəsində müəyyən qədər təşəbbüsü əlində saxlayır və indi Güney Qafqaza diqqəti artırmaqdadır və Paşinyanın ən böyük problemlərindən biri bir il öncə olduğu kimi artıq kollektiv qərbdən, Amerika Birləşmiş Ştatları və Avropa İttifaqından gözlənilən yaxud o umulan dəstəyi ala bilmir. Hər iki qlobal güc çox ciddi, daha böyük proseslərlə, problemlərlə məşğullar. Rusiya-Ukrayna savaşı ilə bağlı Avropa İttifaqının üzərinə çox ciddi yük düşür və digər tərəfdən İsrail-İran savaşı da həm Avropa İttifaqının diqqətini, Amerikanın xüsusilə diqqətini bu istiqamətə yönəldib ki, bu da Paşinyanın vəziyyətini ağırlaşdıran amillərdən sayıla bilər və üstəgəl Ermənistanın ən yaxın müttəfiqi əslində statusunda son 5-6 ildə çıxış edən İranın da özünün savaş vəziyyətində olması Paşinyanı daha rasional və konjunktura həm də yaranmış şəraitə uyğun addım atmağa vadar edir ki, o da Rauf bəy dediyi kimi Türkiyə ilə, Azərbaycanla münasibətlərin normallaşması Ermənistan üçün olmazsa olmaz vəziyyətinə gəlib çıxıb. O ki, qaldı Zəngəzur dəhlizi əlbət ki, bu görüşmələrdə çox müxtəlif məsələlər müzakirə olunacaq. İki tərəfli münasibətlər, Azərbaycan-Ermənistan normallaşması və s. Şübhəsiz ki, Ermənistan çox istəyərdi ki, Azərbaycan-Ermənistan normallaşmasını ayrıca mövzu olaraq kənara qoysun və Türkiyə ilə birbaşa dialoq qurulsun. Bu mümkün olmayacaq, yəni burada hansısa bir şübhəmiz ola bilməz. Sərhədlərin qismən açılması, müəyyən logistik əməkdaşlıq və s. bu ola bilir. Türkiyə ilə Ermənistan arasında. Yəni orada sərhədlərin qismən olmaması lazım. Hə, bu yəni, çox az ehtimaldır. Heç bir adım əl atmamalı. Hə, amma ola bilsin ki, ola da bilər. Yəni bu ciddi bir şeyi dəyişməz açıqcası. Hə, Zəngəzur dəhlizi açılması məsələsi müzakirə olunacaq hesab edilən əsas mövzulardan biridir. Çünki bu yalnız Azərbaycanın Türkiyənin istəyi deyil. İlk növbədə bu Ermənistanın öz üzərinə götürdüyü öhdəlikdir. Bu bir. İkincisi, Zəngəzur dəhlizinin açılmasına biz imkan vermədik deyə lovğalanan cənub qonşumuz bu saat öz dərdindədir. Bu iki. Və Ermənistan nəhayət reallıqlara uyaraq həm də yalnız Azərbaycan Türkiyənin qarşısını almır. Eyni zamanda Çini qarşısını almaq zorunda qalır. İranın bu əslində avanturasına uysa. Rusiyanı qarşısına alır. Mən hələ Avropanın bir çox ölkələrini demirəm ki, Avropa İttifaqının da əhəmiyyətli hissəsi ölkələrin bu dəhlizin açılmasında maraqlıdırlar. Sadəcə olaraq onlar şərtləri biraz başqa cür qoyduqlarından Ermənistan da uzun müddət manipulyasiya etdi. Sadəcə olaraq indi artıq manipulyasiya və bəhanələr dövrü limit bitmək üzrədir. Ona görə də bununla bağlı Ermənistan qərar verməlidir. Diqqət elədirsə bir müddət öncə Alen Simonyan, parlamentin sədri bildirdi ki, biz Azərbaycana yol verməyə hazırıq. Bu dəhliz olmayacaq, yol olacaq. Bizim üçün fərqi yoxdur. Onun adı nə qoyulur, qoyulsun.